Ümumiyyətlə, qəzəliyyata sevgi, məhəbbət elə uşaqlıq dövründən əmələ gəlib. Desəm inanmazsınız ki, ilk oxuduğum mahnı əruz vəznində yazılan bir qəzəlmiş. Onu da sonra bilmişəm. Uşaq vaxtı hardan bilirəm ki, bu qəzəldir. Hüseyn Cavidin bir məşhur qəzəli var. Şeyx Zənandan Kor Ərəbin mahnısı. Eşitməmiş olmazsınız da, nə eşq olaydı, nə aşıq. Mən onu oxuyurdum uşaq vaxtı. Nə eşq olaydı, nə aşıq, nə nazlı yafət olaydı, nə xəlq olaydı, nə xavli, nə aşıq həsrət olaydı. Elə bil ki, Cövhər mənim canımda varmış da. Amma deyim ki, qəzəl yazmışam gənclik illərimdə yox. Uşaqlıqda, gənclik illərimdə yazdığım ilk şeirlər heca şeirləri olub. Azərbaycan xalqı hamı şeiriyyatı sevir, mən də şeiriyyatı sevmişəm. Mirzə Ələkbər Sabiri, Mikayıl Müşfiqi.